Pasiyentin yırtığı var. Qarnında böyük bir şişi var və sadəcə olaraq belə deyək də, dırnaqarası estetik görüntüdən başqa hal-hazırda pasiyentə heç bir narahatçılıq yaşatmır. Onun gələcəkdə nə gözləyir? Demək, qarın yırtıqları müxtəlif bölgələrdə ola bilər. Qarın yırtığı əsasən göbək, qasıq nahiyəsində yaranır. Bu təbii zəif nöqtələr adlanır. Bundan başqa bir də daha öncə keçirilmiş əməliyyat yerlərində də yırtıqlar formalaşa bilər. Yırtıq formalaşdıqdan sonra getdikcə böyüməyə doğru gedir və xəstənin yaşı, çəkisi, gördüyü fiziki iş və sair kimi əlamətlər yırtığın formalaşmasında və gələcəkdə böyüməsində çox böyük əhəmiyyət daşıyır. Ona görə yırtıq xəstələrinə bir çox tövsiyələrimiz olur ki, o tövsiyələrə əməl etmək zəruridir onlar üçün. Deyək ki, xəstənin yırtığı var. Hal-hazırda xanım xəstəmiz, deməli 54-cü ildir, 71 yaşındadır. Xəstədə həm ağ xəttin çox kameralı yırtığı, həmçinin göbək yırtığı, həmçinin öz kisəsində daş aşkar edilmişdir. Biz xəstəyə bir momentli olaraq, yəni eyni anda laparoskopik üsulla kəsik kəsmədən öz kisəsinin çıxarılması və həmin yırtıqların ləğvi qarnın ön divarının alloplastik materialla, yəni el arasında setka, öz dilimizdə tor, ingilis dilində mesh dediyimiz materiallarla plastikasını icra etmişik.